Dünyaca məşhur ulduz Angelina Jolie bu əməliyyatı elətdirib. Bu əməliyyatı o niyə elətdirmişdi? Çünki onun anasında və xalasında süd vəzi xərçəngi və yumurtalıq xərçəngi bir yerdə inkişaf etmişdi və o genlərini yoxlatdırdı. Hansı genləri yoxlamışdı? BRCA1 və 2 genlərini yoxladı və onlarda genetik mutasiya olduğu müəyyənləşdirildi və nəticədə ona həkimlər əməliyyat təklif etdilər. Süd vəzi toxuması tamamilə çıxarıldı, süd vəzi yenidən implantlar vasitəsilə formalaşdırıldı və yumurtalıqlar çıxarıldı, yəni kastrasiya olundu. Bu əməliyyat çox önəmli əməliyyatdır, çünki onun gələcəkdə həm süd vəzi xərçəngi olma, həm də yumurtalıq xərçəngi olma riskini aradan qaldırmış oldu. BRCA1 və 2 genləri dünyada ən çox yoxlanılan genlərdən biridir və onların mutasiyası olan pasiyentlərdə çox yüksək faizlə, təxminən 45-75% aralığında süd vəzi xərçənginin yaranma ehtimalı olur.